Bəli, Alman avtomobil istehsalçıları Çinin fəaliyyəti səbəbindən çökmə təhlükəsi ilə üz-üzə qalıblar. Mikroçiplərin tədarükündə gərginləşən vəziyyət fonunda Almaniya İqtisadiyyat Nazirliyində bununla bağlı avtomobil və elektrik sənayesi üzrə aparıcı şirkətlərin nümayəndələrinin iştirakı ilə böhran iclası keçirilib. Almaniya İqtisadiyyat Nazirliyinin sənayesi məsələləri üzrə dövlət katibi Frank Wetzel şirkətlərin avtomobil və elektrik sənayesi sektoru birliklərinin nümayəndələrinin vəziyyəti müzakirə etmək üçün videokonferansa dəvət edib. Belə ki, mikroçiplərin istehsalçısı Nexperia artıq bir neçə gündür ki, tədarükü dayandırıb. Bu səbəbdən Almaniya avtomobil sənayesi məhdudiyyətlərdən və ya hətta istehsalın dayandırılmasından narahatdır. Nazirliyin nümayəndəsi bildirir ki, hökumət təsirlənmiş müəssisələrin vəziyyətinə çox ciddi yanaşır və şirkətlərlə həmçinin Niderland hökuməti və digər Avropa Birliyi tərəfdaşları ilə əlaqədədir. Qeyd edeyim ki, 10-20 gün ərzində çatışmazlıq avtomobil sənayesində bütün təchizat zəncirlərinə təsir edəcək və mikroçiplərin çatışmazlığı aylarla davam edə bilər ki, bu da Almaniya sənayesi üçün belə deyim fəlakət olacaq. Qeyd edeyim ki, keçən həftə Niderland hökuməti Çin konserni Wingtech-ə məxsus Nexperia çip istehsalçısının fəaliyyətinə müdaxilə edib. Bundan sonra Nexperia'nın Niderlandın Nijmegen şəhərində yerləşən baş direktoru Jan Suchen vəzifəsindən azad edilib və Nexperia isə bir neçə il müddətinə istənilən qərarlar qəbul etmək hüququndan məhrum edilib. Bunun ardınca Nexperia'nın Çin şöbəsi əməkdaşlarına Niderland ofisinin göstərişlərini nəzərə almamağa icazə verilib. Bununla belə Avropa maşınqayırma müəssisələrinin 95% və tibbi avadanlıq istehsalçılarının 86% Çində istehsal olunan Nexperia çiplərindən istifadə edir. Tədarük problemləri artıq Volkswagen konserninə də təsir edib. Volkswagen zavodunda istehsal dayandırılmalı olub və Zwickau zavodunda isə işçilərə qısaldılmış iş rejimi tətbiq ediləcək. Və beləliklə çip çatışmazlığı Alman avtomobil sənayesini böhran həddinə gətirib çıxarıb və Avropanın Çindən təhlükəli dərəcədə asılı olduğunu göstərir. Əgər tədarüklər bərpa olunmasa, istehsalın dayandırılması qaçılmaz olacaq. Belə, mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.